23-cü sual. Verilib bizə A, B, C, M, D, Y. Bizə deyir ki, ABC 110 dərəcə. Bax, bura 110 dərəcədir. AD'ye 130 dərəcə. AD'ye 130 dərəcə. AC isə BAD-nin tən böləni olarsa, bax, bu AC tən böləndir. ASM-in dərəcə ölçüsünü istəyir. ASM, bax, bizdən bu bucağı istəyir. Biz, bax, bu qaydanı bir yada salaq. Alfa, beta, gamma. Bilirik ki, alfa, beta plus gamma bərabərdir 360 dərəcə. Qaydanı tətbiq edək. Deməli, biz bura bir Y bucağı desək, Y plus 110 dərəcə plus 130 dərəcə bərabərdir 360 dərəcə. Y plus 240 dərəcə bərabərdir 360 dərəcə. Y bərabərdir 120 dərəcə. Demək ki, bax, bu bucaq, bax, bu bucaq 120 dərəcədir. AC isə tən böləndir. AC tən böləndir deyə 120-ni böldü 2-yə verir bizə 60 dərəcə. Demək ki, bax, bu kiçik bucaq 60 dərəcədir. Burada belə bir üç bucaq yaranıb. Diqqətlə baxsaq, belə bir üç bucaqdır. Demək, bura oldu 60 dərəcə, bura verir bizə 110 dərəcə. Biz bu bucağı tapsaq, bucaqları cəmi xassəsindən istifadə edirik. 180 dərəcə çıxılsın 60 plus 110 dərəcə. Verir bizə 10 dərəcə. Deməli, bax, bu bucaq 10 dərəcədir. Bu bucaq 10 dərəcədirsə, BCA bucaq 10 dərəcədirsə, bucaq ASM qonşu bucaqların xassəsinə əsasən 180 dərəcə çıxılsın 10 dərəcə, o da verir bizə 170 dərəcə. Düzgün cavabımız 170 dərəcə. 24-cü sual. Eyni qaydanı tətbiq edirik. A, S, B, D, M. ADM 140 dərəcə. Bax, bura 140 dərəcə. AC isə BAD-nin tən bölənidir. ASK-nın dərəcə ölçüsünü istəyir məzdən. Bax, buranın dərəcə ölçüsünü istəyir. ABC də 120 dərəcədir. Yenə 360-dan çıxıram 120 dərəcə ilə 140 dərəcənin cəmini. Bərabərdir. 360 dərəcə çıxılsın 260 dərəcə. O da verir bizə 100 dərəcə. Demək ki, bu bucaq 100 dərəcədir. AC də tən böləni olduğundan, bax, bura düşür 50 dərəcə, bura da düşür 50 dərəcə. Bizdə, bax, belə bir üç bucaq yaranıb. Demək, bura 50 dərəcədir, bura 120 dərəcədir. Digər bucağı tapsaq, deyək ki, bucaq A, C, B bərabərdir 180 dərəcə çıxılsın 50 ilə 120-nin cəmi 170 eləyir. 170, o da bərabərdir 10 dərəcə. Demək ki, bax, bura bucaq 10 dərəcədir. Bizdən ASK-nı istəyir. ASK da bərabərdir bucaq ASK bərabərdir 180 dərəcə çıxılsın 10 dərəcə. Verir bizə 170 dərəcə. Və yaxud da ki, üçbucağın xarici bucağın xassəsindən də istifadə edə bilərik. Üçbucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabər. Yəni, ASK bərabərdir 50 plus 120. Belə də yaza bilərik. Eyni cavab alınır 170 dərəcə. 25-ci sual. 2 paralel düz xətt. Üçüncü düz xətlə əmələ gətirdiyi daxili bir tərəflər bucaqlardan biri 108 dərəcədir. Deyək ki, bura 108 dərəcədir. Bu bucağın tən böləni ilə, bu bucağın tən böləni ilə ikinci paralel düz xəttin əmələ gətirdiyi böyük bucağın dərəcə ölçüsünü tapın. Bax, bizdən bax, bu bucağı istəyir. Bura bir x yazaq. 108 dərəcədirsə, daxili bir tərəfli bucaqların xassəsinə görə, bax, bura 108 dərəcədirsə, bura verəcək bizə 72 dərəcə. Demək, bura 72 dərəcədir. 108-dir. Bax, bu düz xət tənbölən olduğundan bura düşür 108-in yarısı 54 dərəcə, 54 dərəcə. Bu da üçbucağın xarici bucağıdır. Baxın, diqqətlə baxsaq.
Bura verib bizə 54 dərəcə, bura verib bizə 72 dərəcə. Xarici bucaq, yəni bu x bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Demək, bunun cəmdə verdi bizə 126 dərəcə. Düzgün cavabımız 126 dərəcə. 26-cı sual. İki paralel düz xətt. Onu kəsən düz xətlə əmələ gətirdiyi daxili bir tərəfli bucaqlardan biri 112 dərəcədir. 112 dərəcədir. Bu bucağın tənbüləni ilə ikinci paralel düz xəttin əmələ gətirdiyi böyük bucağın dərəcə ölçüsünü istəyir. Bu bucağı tapsaq 180-dən çıxırıq 112 dərəcə. Verir bizə 68 dərəcə. 68 dərəcə. Bunun tənbüləni çəkək. 112-nin tənbüləni verəcəkdir bizə 56 dərəcə. Bizdən bax bu böyük bucağı istəyir. Deməli, x bərabərdir. Üçbucaq yaranıb və üçbucağın xarici bucağını istəyir. Bura verildi bizə 56 dərəcə, burada 68 dərəcə. X bərabərdir 56 plus 68. O da verir bizə 124 dərəcə. Düzgün cavabımız 124 dərəcə. 27-ci sual. Verib bizə kəsən. Bir də verib bizə belə bir düz xətt. K, P, M. Bura olub 42 dərəcə. M, bucaq M, P, Y. Çıxılsın bucaq N, P, K. Bərabərdir. Fərqinin dərəcə ölçüsünü istəyir bizdən. Bu da PK-da tənbüləndir. Daxili çarpaz bucaqlar olduğundan bu bucaq bu bucağa bərabərdir. Baxın, belə bir baxaq. Buranı verib bizə 42 dərəcə, onda avtomatik burada olacaqdır 42 dərəcə. Daxili çarpaz bucaqların xassəsinə əsasən. Bu PK tənbülən olduğundan burada 42 dərəcədir. Bizdən MPY, MP bir də Y. MPY-ni istəyir. Çıxılsın NPK. NPK. Biz bucaq MPY-ni tapaq. Bərabərdir. MPY. Bax bu bucaqdır. Bu bucaqda 42 ilə 42-nin cəmi verir bizə 180-dən çıxırıq 84. O da eləyir 96 dərəcə. Deməli, bura 96 dərəcədir. NPK da bucaq NPK bərabərdir. NPK 42 dərəcədir. Bizdən bunların fərqini istəyir. Deməli, MPY bucaq çıxılsın bucaq NPK bərabərdir 96 dərəcə çıxılsın 42 dərəcə. O da verir bizə 54 dərəcə. Düzgün cavabımız 54 dərəcə. 28-ci sual. Paralel düz xəttlər. %90 dərəcə verib. D, A, B, K, N, M. Deməli, KD 60 dərəcə. Bax, bu bucaq 60 dərəcədir. BD də 7,5-dir. BD, burada 7,5. ND 7-dir. ND 7-dir. Bizə MN istəyir. Bu bucaq 60 dərəcədirsə, daxili çarpaz bucaqların xassəsinə əsasən bu bucaqda 60 dərəcədir. 60 dərəcədir. Deməli, burada belə bir düz bucaqlı üç bucaq yaranıb. Demək, bura 60 dərəcədirsə, burada 30 dərəcə verəcəkdir. Düzbucaqlı üçbucağın xassəsinə əsasən burada 7,5-dirsə, onda AD bərabərdir. 7,5 vurulsun 2, o da verir bizə 15. Deməli, AD-miz 15-dir. DN-də 7 veribsə, onda AD verəcəkdir bizə 8. Bizdən bura 60 dərəcədirsə, burada 60 dərəcədir. Çünki uyğun bucaqlardır. Buranı da biz 8 almışıq. Bura 60-dırsa, burada 30 dərəcədir. İkinci bir üçbucağımız var. Bax, burada xırda bir üçbucaq var. 90 dərəcədir. Bura 30 dərəcədir. Burada 8-dir. Burada NM-dir. 30 dərəcəlik bucaq qarşısındakı katet, yəni NM
bərabərdir 8'in yarısına. O da verir bizə 4. Düzgün cevabımız 4. 29. sual. Alfa bucağıdır. 10 derecedir. 80 derecedir. Bizden alfa bucağını istəyir. İki paralel kəsən olduğunu, uyğun bucaqlar olduğunu, bura 80 ise burada 80'dir. Bax, burada belə bir 3 bucaq var burada. Deməli, buna qonşu xarici bucağı 80'dir. Bura 10 derecedirsə, bu bucaq avtomatik verəcək bizə 70 derece. Deməli, bax, bura 70 derecedir. Bura 70 derecedirsə, alfa bucağımız da 70 derecedir. Qarşılıqlı bucaqların xassəsinə əsasən. Düzgün cavabımız 70 derece. 30. sual. Bura verib bizə 150 derece, bura verib bizə 130 derece. X bucağını istəyir. Biz bilirik ki, x plus 130 plus 150 bərabərdir 360 derece. X plus 280 derece bərabərdir 360 derece. X bərabərdir 80 derece. Düzgün cevabımız 80 derece. 31. sual. X plus 60 plus 160 beraberdir 360 derece. X beraberdir 360 derece çıxılsın 220 derece. X de beraberdir 140 derece. Düzgün cevabımız 140. 32. sual. Demek bura 40 derecedir. Bura 150 derecedir. Bizden ne istəyir? BAS'ni istəyir. BAS. Bax, bu bizden bu bucağı istəyir. Bura 40 derecedirsə, bura verəcəkdir 140 derece. Qonşu bucaqların xassəsinə əsasən. Bax, bura bir x desək, x plus 140 plus 150 derece beraberdir 360 derece. X plus 290 derece beraberdir 360 derece. X beraberdir 70 derece. Düzgün cevabımız 70 derece. 33. sual. Demek bura 2x plus 6y'dir. Bura 5x plus 3y'dir. Bura 6x plus 5y plus 18'dir. Burada 4x plus 2y'dir. Bizden alfanın derece ölçüsünü istəyir. Bax, məndən bu hissəni istəyir. Demek burada hansı xassəmiz var? Demek x beraberdir alfa plus beta. X beraberdir alfa plus beta. Bak, bu xassəni tətbiq edin. Demek 6x plus 5y plus 18 beraberdir 4x plus 2y plus 5x plus 3y. Mesela verir bize 9x çıxılsın 6x plus 5y minus 5y beraberdir 18. 5y'ler gitti. 3x beraberdir 18. X beraberdir 6. X axlı çarpaz bucaqlardır. Deməli 5x plus 3y beraberdir 2x plus 6y. X'in de yerine 6 yazsaq, x'ləri hələ bir yer yıxaq. 5x çıxılsın 2x beraberdir 6y çıxılsın 3y. Bu verir bize 3x beraberdir 3y. 3'lər ixtisar getdi, x beraberdir y. Deməli bu da beraberdir 6'ya. Y-imiz de 6'ya beraberdir. Demək, bax, bu bucaqla bu bucaq uyğun bucaqlardır. Deməli, alfa bucağını tapmaq üçün alfa bucağı bərabərdir 2x plus 6y. Hər ikisinin qiymətlərini yerinə qoysaq 2 vurulsun 6 plus 6 vurulsun 6 verəcəkdir bizə 48. Düzgün cevabımız 48.
34-cü sual. Uyğunluğu müəyyən edin. Paralel düz xətlər kəsən verilib. Alfa bucağı, beta bucağı. Beta deyir ki, alfaya bərabərdir. Biz bilirik ki, alfa ilə betanın cəmi 180 dərəcədir. Birinci, beta yerinə deyir ki, alfa yaz. Baxaq. Alfa plus 2 alfa bərabərdir 180 dərəcə, 3 alfa bərabərdir 180 dərəcə, alfa bərabərdir 60 dərəcə. Alfa 60-dırsa, beta bərabərdir 2 alfaya 120 dərəcə. Deməli, 60, 120 dərəcə. Birinciyə uyğun oldu S. İkinciyə baxsaq. İkincidə deyir ki, beta bərabərdir alfa plus 42 dərəcə. Getirib yerinə yazsaq, alfa plus 42 dərəcə bərabərdir 180 dərəcə. 2 alfa bərabərdir 180-dən 42 çıxanda verəcəkdir bizə 138 dərəcə. Alfa bərabərdir 69 dərəcə. Deməli, ikinciyə uyğun oldu B. Betanı tapsaq, 180 dərəcədən 69 dərəcəni çıxsaq, verir bizə 111 dərəcə. Bir də Y variantı uyğun gəldi. Üçüncü, beta bərabərdir 5 alfa. Biz bildiyimiz kimi alfa ilə betanın cəmi 180 dərəcəyə bərabərdir. Alfa plus 5 alfa, betanın yerinə 5 alfa yazdıq, bərabərdir 180 dərəcə. 6 alfa bərabərdir 180 dərəcə, alfa bərabərdir 30 dərəcə. Alfa 30 dərəcədirsə, beta da 150 dərəcə olacaqdır. Deməli, üçüncü oldu A variantı. Və salam, A variantı. Deməli, birinciyə S, 2-yə B-yə, 3-ə A. 35-ci sual eyni qaydanı tətbiq edirik. Birinciyə uyğun olacaqdır A, ikinciyə uyğun olacaqdır D, Y, üçüncüyə uyğun olacaqdır B. Eyni qaydanı tətbiq edirik. 36-cı sual. Deməli, bax, bura verib bizə 8 alfa. Bura verib bizə alfa. Uyğunluğu müəyyən edeyim. Alfanı tapmaq istəyir bizdən. Deməli, burası 8 alfadırsa, bu hissə 360 dərəcə çıxılsın 8 alfadır. Bax, bu bucaqlar da daxili çarpaz bucaqlardır. Deməli, alfa bərabərdir 360 dərəcə çıxılsın 8 alfa. 8 alfa. Sola keçirsək, 9 alfa bərabərdir 360 dərəcə, alfa bərabərdir 40 dərəcə. Deməli, birinciyə uyğun oldu B variantı. İkinci şəkli çəkək. Bura verib bizə 5 alfa. Burada verib bizə alfa. Bura 5 alfadsa refleks bucaqdır. 360 çıxılsın 5 alfa da buradır. Bunlar da daxili çarpaz bucaqlarda bərabərdir. Deməli, alfa bərabərdir 360 dərəcə çıxılsın 5 alfa. Sola keçirsək, 6 alfa bərabərdir 360 dərəcə, alfa bərabərdir 60 dərəcə. İkinciyə uyğun oldu A variantı. Üçüncüyə baxaq. Demək, bura alfadır. Bura verib bizə 2 alfa. Onda avtomatik 360 çıxılsın 2 alfa verəcəkdir bu bucağı. Daxili çarpaz bucaqlar deyə bərabərdir. Alfa bərabərdir 360 dərəcə çıxılsın 2 alfa. 3 alfa bərabərdir 360 dərəcə. Alfa bərabərdir 120 dərəcə. Üçüncüyə də uyğun oldu Y variantı. 37-ci sual. 36 ilə eyni qaydaları tətbiq edəcəyik. Deməli, bura verib bizə 9 alfa. Bura 9 alfadırsa, burada verir bizə 360 dərəcə çıxılsın 9 alfa. Burada alfaya bərabərdir.
Daxili çarpaz bucaqlar olduğundan bu bucaqları bərabər götürürük. Alfa bərabərdir 360 dərəcə çıxılsın 9 alfa. Sola keçirsək 10 alfa bərabərdir 360 dərəcə, alfa bərabərdir 36 dərəcə. Birinciyə uyğun oldu A variantı. İkincinin şəklini çəkək. Bura alfadır, bura 4 alfadır. Onda buranı alırıq. 360 dərəcə çıxılsın 4 alfa. Daxili çarpaz bucaqlar da bərabərdir. 360 dərəcə çıxılsın 4 alfa. Sola keçirdəndə 5 alfa bərabərdir 360 dərəcə. Alfa bərabərdir 72 dərəcə. İkinciyə uyğun oldu Y variantı. Üçüncünün şəklini çəkək. Bura alfadır. Bura 1,5 alfadır. Burada verir bize 360 dərəcə çıxılsın 1,5 alfa. Bu bucaqlar daxili çarpaz bucaqlardır deyə bərabərdir. 360 dərəcə çıxılsın 1,5 alfa. Sola keçirdəndə 2,5 alfa bərabərdir 360 dərəcə. Alfa bərabərdir 360 dərəcə bölünsün 2,5. Sürət və məxrəci 10'a vursaq verir bizə 3600 bölünsün 25. O da bərabərdir 144 dərəcə. Düzgün cavabımız 3-cüyə S variantı uyğun gəlir. 1'ə A, 2'ə Y, 3'ə S. 38-ci sual. Alfa, beta, gamma. Birincidə deyir ki, əgər alfa bərabərdir 30 dərəcə olarsa, alfa 30 dərəcədirsə, beta da olacaqdır 30 dərəcə. Gamma artıq olacaqdır 180 dərəcə çıxılsın 30 dərəcə. O da verir bizə 150 dərəcə. Bizdən nə istəyir? Gamma çıxılsın, betanı istəyir. Gamma çıxılsın, beta bərabərdir 150 çıxılsın 30. O da verir bizə 120 dərəcə. Birinci uyğun olur B variantı. Yox, gamma çıxılsın beta. Birinci uyğun olur C variantı. Gamma çıxılsın alfa da 120 dərəcə olur. Eyni zamanda B variantı uyğun gəlir. B C uyğun gəlir birinciyə. İkinciyə baxaq. Deyir alfa bərabərdir 40 dərəcə. Əgər alfamız 40 dərəcədirsə, betamız da 40 dərəcədir. Gammamız artıq verəcəkdir bizə 180 dərəcə çıxılsın 40 dərəcə. O da verir 140 dərəcə. Deməli gamma da 140 dərəcədir. İndi bizdən soruşur. Gamma çıxılsın alfa, gamma çıxılsın beta. Bərabərdir. Gamma çıxılsın alfa. Gammanı almışıq 140 dərəcə çıxılsın 40 dərəcə. O da verir bizə 100 dərəcə. Hər iki variantda 100 dərəcədir. İkinciyə uyğun oldu A. Üçüncüyə baxsaq. Gammanı verib bizə 130 dərəcə. Gamma 130 dərəcədir. Onda alfa bərabərdir 180 dərəcə çıxılsın 130 dərəcə. O da verir bizə 50 dərəcə. Bizdən indi gammadan alfanın çıxılmasını istəyir. Gamma çıxılsın beta. Bərabərdir. Gamma çıxılsın alfa. Gamma 130 dərəcədir çıxılsın 50 dərəcə. O da verir bizə 80 dərəcə. Eyni qaydanı tətbiq etsək, digəri də 80 dərəcəyə bərabərdir. Üçüncüyə uyğun oldu D variantı. 1'ə B, C, 2'ə A. 39-cu sual eyni qaydanı tətbiq edirik. Birinciyə uyğun olacaqdır A. İkinciyə uyğun olacaqdır B, D. Üçüncüyə uyğun olacaqdır Y. Eyni qaydanı tətbiq edirik. 40-cı sual. Şəklimizi çəkək. Bura verir bizə 60 dərəcə, bura verir bizə 80 dərəcə. Beta bucağını istəyir. Beta bucağı bərabərdir 60 dərəcə plus 80 dərəcə. Da verir bizə 140 dərəcə. Düzgün cavabımız 1'ə A variantı.
Beta bucağına baxaq. Deməli, bu şəkli iki formada tamamlaya bilərəm. Bax belə. Bu xətti uzatsaq, bura 90-dırsa, burada 90-dır. Deməli, 30 plus 90 dərəcə bərabərdir bettanı verməlidir. Beta bərabərdir 30 plus 90. O da verir bizə 120 dərəcə. İkinciyə uyğun oldu Y variantı. Üçüncüyə baxsaq. Beta bucağı buradır. Alfa 50 dərəcədir. Dağlı çarpaz bucaqlar olduğundan burada 50 dərəcə olacaqdır. Onda beta bərabərdir 360 dərəcə çıxılsın 50 dərəcə. O da verir bizə 310 dərəcə. Deməli, beta 310-dur, S-dir. Bir də beta açıq bucaqdan böyükdür. Bir də D variantı uyğun gəldi. 41-ci sual. Demək, 80 dərəcə buradır, 130 dərəcə buradır. Alfa bucağını istəyir. Alfa bərabərdir 130 dərəcə çıxılsın 80 dərəcə. Qaydanı tətbiq edirik. Verir bizə 50 dərəcə. Birinciyə uyğun oldu B variantı. İkinciyə baxsaq. Alfa dərəcədir, 30 dərəcə, 170 dərəcə. Bu bucaq 170-dirsə, ona qonşu olan bucaq 10 dərəcə olacaqdır. Bu qaydanı tətbiq edirik. Bax, bu X bucağı alfa, beta bucaqlarının cəminə bərabərdir. Buradan da alfa bərabərdir 30 plus 10. O da verir bizə 40 dərəcə. İkinciyə uyğun oldu Y variantı. Üçüncü sual. %140 dərəcə, 150 dərəcə, burada alfa. Deməli, 150 dərəcədirsə, bax, bu bucaq olacaqdır 30 dərəcə. 140-dırsa, bu bucaq olacaqdır 40 dərəcə. Demək, burada belə bir şəkil əmələ gəlir. 30, 40, bu bucağı tapmaq üçün, alfa bucağını tapmaq üçün 30 dərəcə ilə 40 dərəcənin cəmini tapmalıyıq. Bərabərdir 70 dərəcə. Üçüncü uyğun gəldi. C variantı, bir də A variantı. A, bir də C. 42-ci sual. Bura verir bizə 150 dərəcə, bura verir bizə 45 dərəcə. Məndən alfa bucağını istəyir. Alfa plus 150 dərəcə plus 45 dərəcə bərabərdir 360 dərəcə. Alfa plus 195 dərəcə bərabərdir 360 dərəcə. Alfa bərabərdir 360 dərəcə çıxılsın 195 dərəcə. O da verir bizə 165 dərəcə. Birinciyə uyğun oldu B variantı. Bura verir 295 dərəcə, bura verir 25 dərəcə, burada verir alfa dərəcə. Demək, 295-dirsə 360-dan, bax, bura bir x-dirsə, x bərabərdir 360 dərəcə çıxılsın 295 dərəcə. O da verir bizə 65 dərəcə. Deməli, burada belə bir şəkil əmələ gəlir. Bura verib 65 dərəcə, bura verib 25 dərəcə, alfanı istəyir bizdən. Deməli, 25 dərəcə plus alfa bərabərdir 65 dərəcə. Alfa bərabərdir 40 dərəcə. İkinciyə uyğun oldu Y variantı, bir də D variantı. Alfa iki bucaqdır. Y, D. D-yə uyğun gəldi. Üçüncüyə baxaq. Üçüncü sual. Şəkli çəkək.
bura alfa bucağıdır. Bura 65 dərəcədir. Burada 20 dərəcədir. Demək 20, 65 bu bucağı da tapırıq. X yazsaq bura. X plus 20 bərabərdir 65 dərəcə. Bax, bu xassədən istifadə edirik. Bax, bu xassədən. Çöldəki, içərdəki daxili bucaqların cəminə bərabərdir. X də bərabərdir 45 dərəcə. Demək ki, bax, bura 45 dərəcədir. Bura 45 dərəcədirsə, ona qonşu olan bucaq alfa bərabərdir 180 dərəcə çıxılsın 45 dərəcə. O da verir bizə 135 dərəcə. Deməli, üçüncü uyğun oldu A variantı. Qırx üçüncü sual. Birinci sualına baxaq. A, B düz xətlər, S isə kəsəndir. Alfa, beta. Nə istəyir görək bizdən? Birinci, alfa ilə beta daxili bir tərəfli bucaqlardır. A variantı. Alfa ilə betanın cəmi 180 dərəcədir. D variantı. Birinci şəklə bu uyğun gəldi. İkinci şəkli çəkək. İkinci, alfa, beta. Alfa ilə beta qarşılıqlı bucaqlarda C variantı. Alfa ilə beta bərabərdir. Bir-birinə bərabər ki, ancaq C variantı uyğun gəldi. 3-ə baxaq. 3-də bura verib beta, alfa. Alfa ilə betanın cəmi 360'dır. Üçüncü uyğun oldu B variantı. 43-cü sual. 1'ə A, D, 2'ə S, 3'ə B. 44-cü sual. %15 dərəcə. Alfa, beta, burada 45 dərəcə. Deməli, bu bucaq 45 dərəcədirsə, beta bucağı da 45 dərəcədir. Daxili çərkəz bucaqların xassəsinə əsasən. Birinci uyğun oldu Y. Alfanı baxsaq, deyək ki, bura 45 dərəcədir. 45 dərəcə plus 115 dərəcə plus alfa bərabərdir 180 dərəcəyə. Verir bizə 160 dərəcə plus alfa bərabərdir 180 dərəcə. Alfa bərabərdir 20 dərəcə. Demək, biz almışıq, betanı almışıq 45 dərəcə, alfanı almışıq 20 dərəcə. Elə birinci Y variantı uyğun gəlir. İkinciyə baxaq, ikinci şəkli çəkək. İkinci sual. Alfadır, betadır, 75 dərəcədir, 50 dərəcədir. 75 dərəcə, 50 dərəcə cəm verir bizə. Bu xarici bucaq 75 ilə deyək ki, bura x deyək, x bərabərdir 75 dərəcə plus 50 dərəcə. O da verir bizə 125 dərəcə. Onda beta bucağı bərabərdir 180 dərəcə çıxılsın 125 dərəcə. O da verir bizə 55 dərəcə. Deməli, beta bucağı 55 dərəcədir. İkinciyə uyğun oldu. 1'ə Y uyğun olub. İkinciyə uyğun oldu C. Bir də alfa çıxılsın beta. Alfanı da tapsaq, alfa da bərabərdir 180 dərəcə. Çıxılsın 55 dərəcə. O da verir bizə 125 dərəcə. Alfa çıxılsın beta. Alfa çıx beta bərabərdir 125 dərəcə çıxılsın 55 dərəcə. O da verir bizə 70 dərəcə. B, C uyğun gəldi. Üçüncü sual. Üçüncünün şəklini çəksək. Üçüncü sual. Beta bucağı. Bura 135 dərəcə. Burada 100 dərəcə. Deməli, bax, bu şəkildə də.
Deyək ki, burada x bucağını tapmaq üçün alfa ilə betanın fərqini yazırdıq da, alfa çıxılsın beta. İndi bax, burada x-in yerinə betadır, bərabərdir 135 dərəcə çıxılsın 100 dərəcə. O da verir bizə 35 dərəcə. Beta bərabərdir 35 dərəcə. A variantı uyğun gəldi. Alfa da bərabərdir. A variantı uyğun gəlir. Bir də baxaq. Burada alfa bax bu bucaqdır. Bura 135 dərəcədirsə, alfa bərabərdir 360 dərəcə çıxılsın 135 dərəcə. O da verir bizə 225 dərəcə. Bizdən nə istəyir? Alfa çıxılsın beta. Alfa çıx beta. Alfanı almışıq 225 dərəcə. Beta'nı almışıq 35 dərəcə. Fərq də verir bizə 190 dərəcəyə. Deməli, üçüncüyə də uyğun oldu. Bir dənə də D variantı. 45-ci sual. 110 dərəcə. 150 dərəcə. Burada alfa bucağı. Bu üç bucağının cəmi alfa plus 110 dərəcə plus 150 dərəcə bərabərdir 360 dərəcə. Alfa plus 260 dərəcə bərabərdir 360 dərəcə. Alfa bərabərdir 100 dərəcə. Alfa kör bucaqdır. Birinciyə S uyğun gəldi. İkincinin şəklini çəksək. Demək, bura 20 dərəcədir, bura 40 dərəcədir, bura 30 dərəcədir, bu bucaq da alfadır. Deməli, alfa plus 30 bərabərdir 40 dərəcə plus 20 dərəcə. Alfa bərabərdir 30 dərəcə. Alfanı tapdıq 30. İkinciyə uyğun oldu. Alfa 2 bucaqdır A, bir də D. Üçüncünün şəklini çəkək. 42 dərəcə, alfadır, bir də 48 dərəcə. Demək, alfa bərabərdir 42 dərəcə plus 48 dərəcə. O da verir bizə 90 dərəcə. Alfa düz bucaqdır, B variantı. Deməli, 1-ə S, 2-yə 46-cı sual. Eyni qaydaları tətbiq edirik. Alfa buradır, 140 dərəcə buradır, 110 dərəcə buradır. Bu üçünün cəmi alfa plus 140 plus 110 dərəcə cəm verir bizə 360 dərəcə. Alfa plus 250 dərəcə bərabərdir 360 dərəcə. Alfa bərabərdir 110 dərəcə. Birinciyə uyğun oldu D variantı, bir də kör. Birinci oldu 110 dərəcə D variantı, bir də S variantı. İkinciyə baxsaq 100 dərəcə, 150 dərəcə alfa bucağını istəyir. Bu qaydanı tətbiq edirik. Alfa, beta, bu x bucağını tapmaq üçün alfa plus beta çıxılsın 180 dərəcə. Bax, bu qaydanı tətbiq edəcəyik. Deməli, alfa bərabərdir 100 plus 150 dərəcə çıxılsın 180 dərəcə. O da bərabərdir 70 dərəcə. Deməli, birinciyə S-də uyğun gəlmişdi. İkinciyə də 70 dərəcə. Alfa iti bucaqdır. A variantı. Üçüncü sual.
53 dərəcə, 37 dərəcə. Alfa bucağını tapaq. Alfa bərabərdir 53 dərəcə plus 37 dərəcə. Cəm verir bizə 90 dərəcə. Deməli, üçüncüyə də uyğun oldu B variantı. 46-cı sual C, D, A, bir də B.